Nədir bu Thunderbolts? Hamıya salam dostlar, mən Heydər. Bu gün Thunderbolts filmi haqqında öz fikirlərimi bildirəcəm. Başlayaq. Məncə bu Thunderbolts filmi 2025-də çıxan ən belə normal, yaxşı Marvel filmlərindən biri idi. Yəni bu Captain Amerika'nın 4-cü filminə baxsaq, həqiqətən Thunderbolts yanında şaheser qalır. Həm də ki, yəni bu Captain Amerika'nın 4-cü filmi çıxmaq üçün çıxdı. Yəni burada demək istədiyim odur ki, Endgame-də bildik ki, növbəti Captain America Falcon olacaq və onun bir film çıxmalıdır %100 ki, bilək ki, bu nətər Captain America'dır və s. və s. Okey, göstərdilər. Əsasən məncə o filmin məqsədi yeni karakterlər tanıtmaqdır. Məsələn, Red Hulk lider, nə bilim və s. yeni Falcon ola bilər. Yəni MCU düşündü ki, bu Falcon'ın, yəni Captain America'nın 4-cü filmini çıxarsalar partlayacaq, amma partladı, amma ikisərində partladı yəni. Çünki film həqiqətən o qədər yaxşı değildi. Yəni də sadəcə adamantium metalını MCU-ya gətirdilər belə desəm, bizə tanıtdılar. Yəni bundan başqa bir şey yoxdur filmdə. Thunderbolts'a gələn və burada Nick Fury'nin qadın versiyası olan Valentin Allegri Defonte adında biri var. Yəni daha çox pis işlər görən biridir. Hər nəysə və bu Thunderbolts komandasında da əlbəttə ki, bunu hamı demək olar ki, bunu işləyirdi, onun qara işlərini görürdü. Görevin biri isə o idi ki, hamısını bir-birini öldürmək üçün tapşırılmış. Yəni Yelena Ghost'u öldürəcəkdi, Çakma Kapitan Amerika deyəsən Taskmaster'ı hamı bir-birini öldürmək tapşırılmışdı. Hər nəysə qısası belədir və orada döyüşəndə isə əvvəl-axır Taskmaster öldü. Məncə çox tez harcanan bir karakter oldu. Zaten birinci mən zəhləmcə gedən bir şey var ki, kişini qadın kimi tanıdılar. Nə bilim, ağ qara, qarayı ağ, eləsə zaten dünya qopar, amma hər nəysə temamızdan uzaqlaşmayaq. Əvvəl-axır Taskmaster öldü və əslində yəni də Valentina'nın planını o idi ki, hamısını birlikdə öldürsün ki, bütün izlərini ardını çıxarsın. Çünki bunlar onlara kanıt idi ki, yəni Valentina'nın qara işləri var və s. Onsuz yəni bu filmin başlanğıcları kimi bir şey idi. Onun üçün bura kimi danışmağa məncə bir ziyanı yox idi. Çox da spoiler vermədən danışacağam. Bəlkə bu spoiler kimi ola bilər, amma məncə bunu hamı bilir. Çünki əvvəl-axır yəni Century Thunderbolts komandası ilə döyüşür. Nəysə sonra Void'a girir, sonra düzəldirlər və s. Emosional dəstək verirlər də, yəni sizə belə desəm. Və filmin sonunda belirir ki, bu Thunderbolts ekibi New Avengers olur və köhnə Avengers arasında dağlar boyda fərq var. Birincisi, köhnə Avengers'da bir mucidimiz var idi, yəni Iron Man-dən bəhs edirəm. Ondan sonra serumlu, cəsur bir əsgər, Hulk, İşi bacarıqlı adam, Allah mənə bağışlasın. Yəni Thor, yəni gök gürültüsü tanrısı var idi. Amma yeni Avengers isə 3 serumlu əsgər, 2 Black Widow belə desəm. O birini yəni Ghost kimi sayıram, çünki başda quantum gücünlə bərabər Black Widow kimi bir şeydir də orada, məncə onu da elə bir şey saymaq olar. Və əlbəttə ki, sonra Century, yəni Marvel'in Superman'i desəm daha düzgün olar. Ən güclü zaten takımda odur. Doomsday'də həqiqətən nə edəcəklər heç bir fikrim yoxdur. Okey, bir-birini çox qəşəng qoruya bilərlər. Bəs canını bile fəda edə bilərlər, amma yəni də New Avengers adına məncə layiq deyillər. Thunderbolt filmi necə filmdir desəz izləməyə dəyər. Komediyaları, gülməli səhnələr, zarafatlar hamısı yerində idi. Hər Marvel filmində normalda komikslər göndərmə edirlər. Böyük ehtimal bu filmdə də elə göndərmələr olub, amma mən komiksi çox oxumadığım üçün və aram yoxdur yəni. Ona görə də o göndərmələri gözümdən qaçırmışam. Amma siz istəsəz yorumlara o göndərmələr haqqında məlumat yaza bilərsiniz. Videonun sonuna çatdıq və bir istəyim də var ki, mən Arcane'də Nədir bu serisini daxil etmişdim və ilk videolarımdan biri oydu. Sizdən xahişim var ki, o videoma da dəstək versəz çox yaxşı olar. Sağ olun, salamat qalın.